Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün sizinlə biz danışacağıq Roma İmperiyasının ikinci hissəsindən başlayırıq. Romada vətəndaş müharibəsi ilə. Eramızdan əvvəl 1-ci əsr. Romada, Roma Respublikasında vəziyyət ağırdır. Nəyə görə? Artıq ordu yığımında qaydada dəyişiklik baş veribdir. Əvvəllər orduların əsasını plebeylər təşkil edirdi və məcburi şəkildə hərbi xidmətə getməli idilər. Ancaq eradan əvvəl 1-ci əsrdə edilən dəyişikliklə Roma ordusu artıq muzlu qoşunlardan təşkil olunmağa başlayır. Yəni pulunu ödəyirsən və o əsgər sənə xidmət edir. Və artıq belə olan təqdirdə muzlu qoşunun belə deyək, sədaqəti artıq dövlətə bağlı olmurdu. Muzlu ordunun sədaqəti sərkərdədən asılı olurdu. Və beləliklə eradan əvvəl 1-ci əsrdə bu muzlu qoşunlar artıq kimlərə sədaqət and içirlər? Təbii ki, sərkərdələrinə. Hansı sərkərdə ona daha çox pul verəcək, hansı sərkərdə daha çox onun dediyini əməl edəcəksə, o sərkərdəyə də sədaqətlə xidmət edəcək. Və biz indi danışaq, gəlin 3 insan. Kras, Pompey və Julius Caesar. Gələk eradan əvvəl 1-ci əsrin 1-ci yarısının haqqında danışırıq. Belə ki, Krasla Pompey arasında 74-71-ci ildə baş vermiş Spartak üsyanından sonra Romada belə deyək, ən önəmli şəxs olmaq uğrunda, Romada ən böyük şəxs olmaq uğrunda mübarizə gedirdi. Roma bildiyimiz kimi respublika quruluşunda dövləti senat və onun seçdiyi konsullar, 2 konsul idarə edir. Və Krasla Pompey arasında o dövrdə konsul olmaq uğrunda, Romanın ən önəmli şəxsi olmaq uğrunda mübarizə gedir. Və bu zaman Julius Caesar da mübarizəyə qoşulacaq və Julius Caesarı Roma senatı göndərəcək Qaliyaya, bugünkü Fransız ərazisinə. Bugünkü Fransanın o dövrdə adı Qaliya idi. Və o dövrdə Qaliyanın sadəcə cənub hissəsi Romalıların əlində idi. Ancaq Julius Caesarın Qaliyaya, belə deyək, hakim təyin olunmasından sonra bütün Qaliyanı Julius Caesar ələ keçirəcək, böyük bir ordu toplayacaq öz ətrafına, böyük bir muzlu qoşun və bu muzlu qoşun vasitəsilə eradan əvvəl 49-cu ildə bir qərara gələcək. Romada ali hakimiyyəti ələ keçirmək, Romada hakimiyyəti ələ almaq. Və beləliklə o gəlir, Roma şəhərinin yaxınlığından keçən Tiber çayı var. Həmən Tiber çayının sahilini əgər ki keçsən, artıq sən dövlətə xəyanət etmiş sayılırsan. Bu artıq dövlətə baş qaldırmaq, üsyan deməkdir. Roma ordusu, heç bir Roma qoşunu Roma şəhərinə triumf yoxdursa, yəni sərkərdə qalibiyyətli bir müharibədən qayıdıb və bu qeyd olunmursa, sən heç bir zaman qoşunla Roma şəhərinə girə bilməzsən. Əgər ki Tiber çayına keçsən, sən artıq üsyan eləmiş sayılırsan. Və Julius Caesar bu çayın sahilinə gəlib düşünür, keçim keçməyim, axırda belə bir ifadə işlədir. Püşk artıq atılmışdır və qoşunu vasitəsilə Tiber çayını keçərək irəliləyir Romaya. Roma şəhərinin müdafiəsini senat Pompey'ə tapşırmışdı, ancaq Pompey vaxtında şəhərin müdafiəsini təşkil edə bilmir. Julius Caesarın sürətli hərəkət edən legionlarına qarşı şəhərin müdafiəsini təşkil edə bilmədən qaçır. Qaçır gedir Balkan yarımadasına və Julius Caesar Romada hakimiyyəti eradan əvvəl 49-cu ildə ələ keçirir və ardı ilə Pompey ilə gedən vətəndaş müharibəsi başlayır Romada. Julius Caesar Pompey arasında ilk öncə gedir mübarizənin birinci mərhələsi və bu mübarizənin ilk mərhələsində Julius Caesar qalib gəlir. Pompey rəqibini məğlub edir. Pompey daha sonra Misirdə başına gələn hadisələrdən sonra ölür. Krasın da başına hansı hadisənin gəldiyini zaten Azərbaycan tarixindən bilirsiniz. Eradan əvvəl 53-cü ildə o şərqə yürüşdə Kara döyüşündə Parfiya dövləti tərəfindən məğlubiyyətə uğradılaraq öldürülmüşdür. Julius Caesarın birinci rəqibi Parfiyalılar tərəfindən sıradan çıxarılmış, ikinci rəqibi Pompey isə Julius Caesar özü məğlub eləmiş və beləliklə Romada ali hakimiyyəti ələ keçirmişdi. Julius Caesarın vaxtında belə bir şey deyilir. Roma biz dedik ki respublikadır. Xalqın işi tamam doğrudur. Ancaq Romada dedik heç bir zaman Afina kimi demokratik bir dövlət ola bilmədi. Respublika olsa da bura zadəgan respublikası idi. Düzdürmü o fikir? Bəli, Julius Caesar isə bu zadəgan respublikasını monarxiya çevirmək istəyirdi və bunun əsas sübutları Roma belə deyək, o dövr üçün Julius Caesarın heykəlini, büstlərini, tanrıların heykəllərinin yanına qoyurdular və həmçinin
Romalıların kəsikləri pulların üzərində artıq tanrıların şəkilləri ilə yanaşı, həmçinin Julius Sezarın şəklini də biz görürük. Və bu artıq Julius Sezarın hökmdarlığa gedən yolda başlatdığı fəaliyyətlərdir. Julius Sezarı senat diktator elan eləmişdi. Diktator nə deməkdir? Diktator belə mənaya gəlir ki, yəni birbaşa bir nəfərin hakimiyyəti. Hakimiyyətin bir nəfərin əlində cəmlənməsi deməkdir, yadda saxlayaq. Və beləliklə diktator olsa da Julius Sezar hələ özünü hökmdar elan eləməmişdi. Yəni hələ Roma Respublikası davam edir, ancaq və lakin Roma Respublikasında artıq görürlər ki, bu Julius Sezar özünü hökmdar elan edəcək. Səbəblər də göz qarşısındadır və eradan əvvəl 44-cü ildə senatda ona qarşı bir belə deyək, sui-qəsd hazırlanır və senatda respublikaçılar adlanan bir belə deyək, birlik yaranır. Bu respublikaçılar nə istəyirlər? Əvvəlki kimi hakimiyyətin senatın əlində cəmləşdiyi bir Roma Respublikasını istəyirlər və bunun üçün əsas maneə Julius Sezardır. Onu öldürmək lazımdır və eradan əvvəl 44-cü ildə Julius Sezarı senatda danışıq apardığı yerdə, çıxış elədiyi yerdə 23 bıçaq zərbəsi ilə bütün senat üzvlərinin böyük bir hissəsi, həmən o respublikaçılar bıçaq zərbələri ilə onu öldürürlər. Öləndən sonra vətəndaş müharibəsi yekunlaşmır. Respublikaçılar özlərini dayaq tapa bilmirlər, heç kəs onlara belə deyək, sahib çıxmır. Həmçinin bu respublikaçıların içərisində bəlkə də eşidibsiniz, Brut, səndənmi Brut? Həmən o ifadə, bu respublikaçıların içərisində bir nəfər Julius Sezarın yaxın dostu olan Brut da var idi və o da bu sui-qəsdçilərin arasında olub Julius Sezara bıçaq vuranlardan biri olmuşdur. Həmən Brut və onun ətrafında olan respublikaçılar məcbur olur, qaçırlar Balkan yarımadasına yenə və bu zaman deməli Oktavian və Antoni ortaya çıxır. Bunlar kimdir? Oktavian Julius Sezarın ögey oğlu, Antoni isə onun Julius Sezarın yanında döyüşlərdə iştirak etmiş ən bacarıqlı sərkərdələrindən biridir. Bunların ikisi qüvvələrini birləşdirir və respublikaçılarla vətəndaş müharibəsini davam elətdirirlər. Respublikaçıları məğlubiyyətə uğradırlar və ölkəni iki yerə bölürlər. Roma imperiyası artıq iki yerə bölünür. Deyir, şərq əyalətləri Antoninin olacaq. Antoni şərq əyalətlərini idarə edəcək. Mərkəzi Antoninin İskəndəriyə şəhəridir. Qərb əyalətləri isə mərkəzi Romadır və qərb əyalətləri isə Oktavian tərəfindən idarə olunacaq. Lakin zaman irəliləyir. Artıq eradan əvvəl 31-ci ilə gəldiyimiz zaman yenidən Oktavianla Avqust arasında indi isə bir rəqabət meydana çıxır. Romada tək başına hökmdar olmaq uğrunda və belə olan zaman Oktavian Avqustun orduları gəlir Misirə, Aksi burnu adlanan yerdə bir dəniz döyüşü baş verir və həmən döyüşdə Oktavian Avqustun qoşunları Antoniya qalib gəlir və eradan əvvəl 30-cu ildə Misir bölməsində də keçmişdik. Söhbət təbii ki Roma tərəfindən Misirin ələ keçirilməsindən gedir. Eradan əvvəl 30-cu ildə Misir Roma tərəfindən tutulur. Antoni ilə Kleopatra intihar edirlər və beləliklə Romada vətəndaş müharibəsi başa çatır. Romada vətəndaş müharibəsi eradan əvvəl 49 Julius Sezarın Tiber çayını keçməsi ilə başlamış və eradan əvvəl 30-cu ildə Oktavian Avqustun Misiri tutması ilə də başa çatmışdır. Bu bizim oldu vətəndaş müharibəsi. Bununla da vətəndaş müharibəsi hissəsi yekunlaşdı. İndi isə gəlin danışaq Oktavian Avqustun öz fəaliyyətindən. Oktavian Avqust deyirəm, görək bu Avqust nə deməkdir? Bu ad haradan verir buna? Oktavian eradan əvvəl 27-ci ildə özünü hökmdar elan, imperator elan edir və senatın bütün fəaliyyətlərini məhdudlaşdırır. Artıq senatorları imperator təyin edir və senat əvvəlki kimi qayda qanunlar qəbul edən bir orqan deyil. Sadəcə olaraq məşvərətçi, məsləhət verən bir orqandır. Əsas kəs imperatordur. Oktaviana senat tərəfindən müqəddəs mənasını daşıyan Avqust ləqəbi verilir. Oktavian Avqustun vaxtında Roma imperiyası güclənir, möhkəmlənir və Oktavian Avqust imperiyanın təməllərini atır. Deməli, Oktavian Avqust haqqında geniş məlumat verdik, nə işlər gördü, nə elədi, imperiyanı yaratdı bu. Artıq Romanın imperiya dövrü başlayır. Eramızdan əvvəl 27-dən eramızın 476-cı ilinə qədər
Roma imperiyasının belə deyək hakimiyyət illəridir. Roma imperiyasının mövcudluq dövrüdür. Tamam. Danışan Oktavian Avqustdan sonra digər Roma imperatorlarımızdan yoldaşlar. Digər bir Roma imperatorunu tanıyaq. Ümumiyyətlə 1-2-ci əsr Roma imperiyasının ən qüdrətli dövrüdür. Ən qüdrətli dövrü belə ki, Aralıq dəniz hövzəsində olsun, Qərb və Şərq arasında olsun, Roma imperiyasının ərazisi artıq Atlantik okeanından Adriatik dənizinə, hətta belə böyük bir ərazi götürək. Atlantik okeanından Mesopotamiyaya, cənubda Misirdən şimalda Böyük Britaniyaya qədər olan geniş bir ərazini əhatə edirdi. Sonuncu işğalçı imperatorumuzu tanıyaq. Mark Trayan. Mark Trayan kim olubdu? Mark Trayan haqqında məlumatımız budur ki, bu adam sonuncu Roma imperatorudur müharibə aparan. Belə ki, Dunay çayı hövzəsində müharibələr aparıb. Buradakı xalqları özünə tabe edib. Bu bir, Dunay xalqlarını tabe edib. İkincisi, 117-118-ci illər aralığında Mesopotamiya, Ərəbistan yarımadasının böyük bir hissəsi, həmçinin Kiçik Asiyanın böyük bir hissəsini işğal edibdir. Və hətta şərqə gedərək Ktesifon şəhəri, Parfiyanın paytaxtını belə tutub. Lakin Trayan Parfiyanı tam şəkildə məhv edə bilməyib. Səbəb isə şərq ölkələrində baş qaldıran üsyanlar, yeni işğal elədiyi ərazilərdə, xüsusilə Parfiyan ərazisində xalqın başlatdığı üsyanlar və ordusunun sayının azalması, bu kimi faktorlar səbəbilə Trayan məcbur qalıb ordusunu geri çəkmişdir Parfiyan ərazisindən. Deməli, sonuncu işğalçı müharibələr aparan imperatorumuz söhbət kimdən getdi? Mark Trayandan. Tamam, davam edək. Ümumiyyətlə 2-3-cü əsrlər arasında artıq Roma imperiyası zəifləməyə başlayacaq. Dediyimiz kimi 1-2-ci əsr ən yüksək inkişaf elədiyi dövr, artıq 3-cü əsrə daxil olduğumuzda Roma imperiyası zəifləyir. Səbəbləri: 3-4-cü əsrdə şərqdən yeni bir ölkə, Hun imperiyası, Avropa Hunları yavaş-yavaş yaranmağa başlayır. Hunlar şərqdən qərbə doğru xalqların böyük köçünü başladı və böyük köçün gedişatında bir sıra tayfalar, barbar tayfaları adlanan tayfalar qərbə doğru məcbur yer dəyişimi edirlər və bu məcburi köçlər zamanı Roma imperiyasının ərazisinə daxil olmağa başlayırlar. Barbarlar, ümumiyyətlə barbar sözünün mənası Romalılar və Yunanlılar başa düşmədikləri xalqların danışığını barbar kimi eşidirdilər. Onların danışığı onların qulağına barbar kimi gəlirdi və ona görə bunlara ad vermişdilər. Roma və Yunanlı deyilsənsə, sən hansı xalqdansan, barbarsan. Tanış gəlmir, sən mədəni xalq deyilsən, sən barbar danışırsan. Deməli, barbar tayfaları əsasən kimlər nəzərdə tutulur? Roma və Yunanlı olmayan hər bir kəs barbardır, antik dünyanın düşüncəsinə görə. Və bu barbar tayfaları qərbə doğru yer dəyişmələr edirlər. Bunların içərisində vandallar, qotlar, ostroqotlar və s. digərləri ki var. Bunların qərbə doğru köçü ilə Roma imperiyasının arasında məskunlaşmaları ilə Roma imperiyası zəifləyəcək. Ümumiyyətlə, bu siyasi səbəblərdən qabaq birinci iqtisadi çöküntüdən danışaq Romada, daha sonra siyasi səbəblərə doğru irəliləyək. Belə ki, ölkədə 2-ci yüzillikdən 3-cü yüzillikdə artıq quldarlıq təsərrüfatı tənəzzülə uğrayır. Niyə? Nəyə görə quldarlıq təsərrüfatı dağılır? Səbəbi artıq eramızın ilk əsrlərində Romada su dəyirmanlarından, yeni texnologiyalardan istifadə olunurdu. Lakin bu yeni texnikaları quldarlıq təsərrüfatına görə istifadə etmək mümkün deyildi. Çünki qula yeni əmək aləti versən də, yeni iş üsulunu başa salsan da, qul canım çıxdı. Yəni heç sürə bu işə yaxın durmaq istəmirdi. Və onun verilən əmək alətlərini qırırdı, məhv edirdi, qaçırdı və həmən qulu üzərində nəzarət eləməkdən ötəri gərək əlavə xərc çəkərdin. O qulun başında bir nəzarətçi, bir əsgər tutub qoyardın ki, onun qaçmasının qarşısını alsın və bu da özü böyük bir xərc tələb edirdi. Ona görə eradan əvvəl 2-3-cü əsrdə biz deyirik ki, artıq quldarlıq təsərrüfatı tənəzzülə uğrayır və artıq Romada yeni bir hadisə, daxmalı qullar adlanan bir ifadə yaranır. Daxmalı qullar kimdir? Artıq Romalılar eramızın 2-ci yüzilliyində İmperator Adrianın vaxtında qulların öldürülməsini qadağan edən bir qanunla imzalayırlar. Artıq eramızın 2-ci əsrindən qulları sən öldürə bilməzsən
və həmçinin qullara daxmalı qullar deyilməyə başlayır. Səbəbi artıq onlar kiçik bir daxma tikə bilərlər qullar. Qulların kiçik bir torpaq sahəsi ola bilər və əkdiyi o quldarın ki təsərrüfatında əkinçiliklə məşğul olduğu torpaqdan nə əldə elədisə, məhsulun bir hissəsini özünə götürə bilər. Həmçinin qulu əvvəl evlənmə hüququ yox idi. Artıq daxmalı qulun evlənmə hüququ və uşaq sahibi olmaq hüququ da var. Və belə bir qula biz nə deyirik? Daxmalı qul. Eramızın 2-3-cü əsrlərində yaranıb. Bəs bir də burada bir ifadə var. Yeni yaranan bir iqtisadi sistemdə yeni yaranan bir qrup kolonlar. Kolonlar kimdir? Koloniya ilə qatmayaq. Kolonlar isə icarədar kəndlilərdir. Yəni belə deyək, bu kəndlilər gedirlər varlı quldarların torpaqlarını icarəyə götürürlər və həmin torpaqlarda əkinçilik işi aparırlar. Əkinçilikdən əldə elədiyi məhsulun bir hissəsini icarə haqqı olaraq quldara ödəyir, qalanı isə özünə saxlayır. Belə kəndlərə, yəni torpağı icarəyə götürən icarədar kəndlərə biz deyirik nə? Kolonlar. Bunu da yadda saxladıq. Daxmalı qulla kolonun fərqini yəqin ki bildik. Kolon azad adamdır, kəndçidir. Daxmalı qul isə hələ də quldur, müəyyən azadlıqlar verilibdir ona sadəcə olaraq. İndi isə gələk əsas siyasi səbəblərə. Yenə qayıdaq geriyə. Barbar tayfaları bildiniz, Yunan və Romalılardan başqa qalan hər bir tayfa barbardır. Əsasən German tayfaları, barbar tayfaları deyiləndə nəzərdə tutulur. Belə ki onlar xalqların böyük köçünü başladır. Şərqdən qərbə 4-7-ci əsr boyu və bu zaman Avropanın şərqində yaşayan German tayfalarının böyük bir hissəsi gəlir köç edir Roma imperiyasının ərazisinə və bunların içərisində Vandallar ki var, ən qəddar German tayfalarından biridir. İspaniyanı, İtaliyanı, Fransa bugünkü yəni o dövr üçün Qaliyanı ələ keçirir, yağmalar törədir. Hətta daha sonra Vandallar Afrikanın şimalını keçərək burada Vandal krallığı yaradırlar. Afrikanın şimalında hansı barbar xalqı krallıq yaradıb? Vandallar. Və bundan başqa digər German tayfalarının da Romaya yürüşü ilə birlikdə Roma dövləti artıq zəifləməyə başlayır. Beləliklə baxaq 395-ci ildən qabaq danışaq, bizim bir Romalı hökmdarımız daha var. Bu Roma imperatorunun adını yadda saxlayaq. Konstantin. Konstantin kimdir? Konstantin 313-cü ildə Romada xristianlığı dövlət dini elan edən imperatorumuzdur. Xristianlar artıq azad bir şəkildə bu dinə sitayiş edə bilərdilər Konstantinin 313-cü ildə verdiyi fərmanla birlikdə. Milan fərmanı olaraq bu tarixə düşübdür. Milan fərmanı həmən fərmana görə hər bir kəs xristian dininə rahat bir şəkildə, azad şəkildə ibadət edə bilərdi. Və o paytaxtı 330-cu ildə Konstantinopola köçürür. Bizim eranın 330-cu ilində paytaxt Konstantin tərəfindən Konstantinopola. O dövr üçün hələ Konstantinopol yox, Vizanti şəhəri idi. Bizans şəhəri adlanırdı şəhərin adı. Daha sonra Konstantinin şərəfinə şəhərə Konstantinopol adı verilibdir. Zaten Pol Slavyan Alman dillərində şəhər deməkdir. Konstantinopol yəni Konstantinin şəhəri. Tamam, paytaxtı Konstantinopola köçürüb Roma imperatoru Konstantin və onun bu qədər böyük bir imperiyadan biz söhbət edirik. Atlantik okeanından Mesopotamiyaya qədər geniş bir ərazini əhatə edən bir imperiya. Bu əraziləri idarə etmək Konstantinopoldan çox çətin idi və Roma imperiyasının parçalanması artıq labüd, vacib bir hala gəlib çıxmışdı. Və 395-ci ildə belə də olur. 395-ci ildə Roma imperiyası iki hissəyə bölünür. Qərbi və Şərqi Roma. Şərqi Roma mənbələrdə həmçinin Bizans imperiyası adlanır. Qərbi Roma imperiyası isə hal-hazırda danışdığımız Romanın belə deyək davamçısıdır. Baxaq, biz bugün Qərbi Roma imperiyasına sadəcə olaraq danışacağıq. Bizans imperiyası daha sonraki mövzularımızın belə deyək ki, başlığı olacaq. Gəlin Qərbi Roma imperiyasından davam edək. 395-ci ildə Roma imperiyası iki yerə bölündü. Roma imperiyasının şərq əyalətləri, yəni Balkan yarımadası, Kiçik Asiya, Asiyadakı olan bütün Roma torpaqları və Misir, buralar daxil olurdu Bizans imperiyasının ərazisinə. İtaliya, Avropadakı Roma torpaqları və Afrikanın qərbindəki Roma əyalətləri isə daxil olur Qərbi Roma imperiyasının ərazisinə və paytaxtlar yenə Roma şəhəridir.
Davam elətdirək German tayfalarının yürüyüşü ilə 400 biz sizlə danışaq, daha doğrusu 5-ci əsrin belə deyək ortaları. Hardasa təxminən 452-ci ildə Hun tayfaları, Attila Hunları Roma şəhərinin üzərinə hücum edir. Roma imperiyasını böyük döyüşlərini məğlub edərək Roma şəhərinə yaxınlaşırlar və imperator o dövrdə xahiş etməkdən ötəri, Attiladan bağışlanmağı xahiş etməkdən ötəri Roma papasını qabağa verir. Roma papası gəlib Attilanın qarşısında diz çöküb yalvarır ki, bəs bizi bağışla, Romanı öz himayənə al və bunu da qəbul edir Attila və Roma şəhərinə toxunmur. Roma şəhərini işğal eləmir və geri qayıdır. Hunlardan daha sonra isə 455-ci ildə Vandal tayfaları Alarxın başçılığı ilə Roma şəhərinə yürüş edir 455-ci ildə. Və Vandalların yürüşü Roma imperiyasının başlanğıcının, belə deyək, Roma imperiyasının əsas zərbə dəyən hissə buradır. 455-ci il yürüşdür. Çünki 455-də Vandallar Romada 2-3 həftəyə yaxın bir dövrdə qırğınlar həyata keçirir, heykəlləri qırır, kitabları yandırır, insanları öldürür, qula çevirir və vandallıq o dövrdən bu günə qədər gəlib çıxmış bir addır. Görürsünüz ki, biz deyirik erməni vandalları. Niyə? Vandallar belə deyək, mədəniyyət abidələrini dağıdan, insanlıqdan uzaq, qəddar insanlara verilən bugünkü dövrdəki addır. Və o dövrdə bu vandal tayfalarının adı ilə bağlıdır ki, Romada bu qədər qırğın keçirmişdilər. Həmən o səbəbə görə də vandallar bugünkü gündə qəddar, mədəniyyət düşməni, insanlıqdan kənar olan şəxslərə verilən ümumi bir addır. Bunu da yadda saxlayaq. Davam edək. 476-cı ilə artıq gələk. 476-cı ildə German tayfalarından, başçılarından biri köhnə kitablarda adını verirdi, artıq təzələrdə görmürük. Odoakr adlı bir kəs sonuncu Roma imperatorunu taxtdan salır və beləliklə Qərbi Roma imperiyasının varlığına eramızın 476-cı ilində son qoyulur. Və biz deyirik, dünya tarixində qədim dünya tarixi 476-cı ildə Roma imperiyasının, Qərbi Roma imperiyasının süqutu ilə başa çatır. Yoldaşlar, qədim dünya tarixi Misir və Şumerdən başlayır, ibtidai icma quruluşundan başlayır. Daha doğrusu ilk insanın yaranmasından 476-cı ilə qədər olan dövr bizim qədim dünya tarixi dövrümüzdür və qədim dünya tarixi eramızın 476-cı ildə məhz Roma imperiyasının, Qərbi Roma imperiyasının dağılması ilə başa çatır. Beləliklə Roma imperiyası haqqında məlumatlarımız yekunlaşdı. Biz artıq daxil oluruq Roma mədəniyyətinə. Baxaq görək Roma mədəniyyətində biz sizinlə nələrdən danışacağıq. Lövhənin müəyyən bir hissəsini silək yazmaqdan ötəri baxaq sizinlə nəyə? Roma mədəniyyəti. Ümumiyyətlə antik mədəniyyət deyilən bir anlayış var. Antikus qədim deməkdir, Latın dilində. Antik dünya mədəniyyət deyiləndə bizim ağlımıza gəlməlidir Yunan və Romalılar. Bu iki xalqın yaratdığı mədəniyyət tarixə antik mədəniyyət olaraq düşübdür. Antik Roma, antik Yunan mədəniyyətləri görək. Romada hansı alimlərimiz var? Tanıyaq, Böyük Plini təbii tarix əsərinin müəllifidir və Aralıq dənizi ölkələrinin tarixi haqqında bir xeyli məlumat toplayır. Var bizim burada Vergili. Vergili isə Oktavian Avqustun belə deyək, sifarişi ilə Eneida adlı bir qəhrəmanlıq əsərini yaradıbdır. Həmən bu Eneida əsəri Homerin yazdığı İlyada, Odiseya əsərinin bir belə deyək, kopyası kimi bir şeydir. Yəni onun əsasında, onun belə deyək, istinadən yazılmış bir əsərdir. Oktavian Avqust deyib Romalıların da belə bir qəhrəmanlıq əsatiri bir kitabı olsun və buna görə də Vergiliyə sifariş verib, Vergili də bu Eneida qəhrəmanlıq dastanını yazıb, yaradıbdır. Bundan başqa bizim bu dövr üçün bir digər tarixçimiz haqqında danışaq, Tit Livi. Baxın, Smatisyan Çinin Herodotuydu, bunu unutmayaq. Tit Livi isə Romanın tarixçilərindən biri olubdur. Romada tarix yazan, belə deyək, alimlərdən biridir. Yadda saxlayaq, keçək, gedək. Danışaq biz Roma mədəniyyətində sənədən təqvim. Roma mədəniyyətində təqvim 10 aydan ibarətdir və Julius Sezar tərəfindən yaradılıb. Julius Sezar
təqvim hazırladır İskəndəriyyə şəhərindəki astronomlara. Görürsünüz, İskəndəriyyə şəhəri hələ də elm mərkəzidir. Və İskəndəriyyə şəhərindəki astronomlar Sezarın sifarişi ilə 10 aylıq bir təqvim hazırlayır və bu təqvimdə baxın, birinci ay mart ayından başlayır. Yanvarla fevral yoxdur. Və buna görə də belə deyək, 8-ci ay sentyabr ayıdır. Daha doğrusu 7-ci ay sentyabr ayı olaraq düşür. Baxaq, dekabr isə 10-cu ayda düşür. 10, 7. Bəli, 7-ci ay sentyabr, 10-cu ay isə dekabr adlandırılır. Bu ay 10 aylıq bir sistemdir bu təqvim və bu təqvimdə həmçinin Sezarın adının başlanğıcı İulius, İyul ayı Sezarın şərəfinə bu təqvimdə adlandırılır və həmçinin Avqustus, yəni Avqust, Oktavian Avqustun şərəfinə də belə deyək ki, 6-cı aya Avqustun adı verilir. Və bugünkü gündə biz bunun üzərinə müəyyən bir dəyişiklik eləmişik müasir dövrdə miladi təqvimdə və hələ də bu adlardan iyul, avqust adlarından istifadə edirik təqvimlərimizdə. Julius Sezarın bu 10 aylıq təqvim sistemini biraz yeniləyib istifadə edirik. Ümumiyyətlə, bəs Romalılar il hesabını nədən başlayırlar? Yunanlılar demişdi il hesabını 776 ilk Olimpiya oyunlarının keçirilməsindən başladılar. Romalılar isə ilk illərini 753-cü il Roma şəhərinin salınması ilə başladılar. Deməli, Romada ilk il nə ilə hesablanır? Neçənci il? Eradan əvvəl 753-cü illə. Bunu da yadda saxladıq. Romada təqvim haqqında danışdıq. Yazı haqqında danışası olsaq, danışaq. Romada yazı Latın yazısı olubdur. Latın yazısı xalqı ölsə də dili yaşayan bir xalqdır. Müasir dövrdə də hələ də bitki adları, dərman preparatlarının adları, bəzi heyvan adları, bəzi terimlər elmdə müəyyən belə deyək, texniki sahələrdə, elm sahələrində hələ də Latın terminlərindən istifadə olunur və Latın əlifbası bugünkü gündə Fransız xalqının, Rumen xalqının və digər xalqların da, İtaliya xalqının da dilinin formalaşmasında mühüm rol oynayıb. Onların yazılarının, əlifbalarının formalaşması Latın əlifbası əsasında olub və biz də hələ Latın əlifbasından indi istifadə edirik yazıda. Tamam, keçid edək. Baxaq biz burada nəyə? Romalılarda da, Yunanlarda olduğu kimi teatr filan olubdu mu? Bəli, cavabımız doğru. Bəli deyirik. Nəyə görə? Həqiqətən Romalılarda da belə deyək, teatr tamaşaları filan olubdu. Romalılarda biz gladiator döyüşlərindən danışmışdıq birinci hissədə. Romada əsasən teatrlarda gladiator döyüşləri keçirir. Bundan başqa tamaşalar da, dram əsərləri, belə deyək, komediyalar, tragikomediyalar və s. faciələr də belə deyək, səhnələşdirilirdi. Bundan başqa danışaq. Bu gladiator döyüşlərindən danışırıq. Bəlkə də bilərsiniz, Gladiator 2 filmi çıxıbdı. Həmən Gladiator 2 filmində amfiteatrın ərazisində, indi deyəcəm, Kolizey amfiteatrı, bunu yadda saxlayaq. Kolizey, belə deyək ki, gladiator döyüşlərinin keçirilməsi üçün yaradılan Romada bir tamaşa yeridir. Və burada Oktavian Avqustun dövründə hətta süni göllərdə yaradılırdı və süni göllərdə dəniz döyüşlərinin, belə deyək ki, dəniz döyüşləri tamaşaya qoyulurdu. Həqiqətən süni göllərə dəniz döyüşləri göstərilirdi. Güya ki, aksi burnunu tutan Oktavian Avqust necə qalib gəlib, bunu süni düzəldilmiş göldəki bir neçə gəmi vasitəsilə tamaşaçılara belə göstərirdilər. Kolizey amfiteatrı hansı ölkənin tarixinə aid oldu? Antik Romanın yadda saxlayaq. Romada ümumiyyətlə tanrılı məsələsinə baxaq, dini inanclara. Romalılar çox tanrılı dinə inanırlar və Romalılarda baş tanrı Yupiterdir. Diqqət, Misirdə Amon, Şumerdə An, Hindistanda Brahma, dedik Yunanistanda Zevs, Romada isə Yupiter, hər 5 üçün oxşar cəhət baş tanrı olmaları yadda saxlayaq, yaddan çıxartmayaq. Və Yunanlılarda bir məsələ var idi. Yadınızdadır, Parfenon məbədi haqqında danışmışdıq. Yunan tanrılarının heykəllərinin toplandığı yer, Afinanın heykəli də məhz oradaydı. Və həmçinin Romada da var Panteon. Parfenon, Afina, yəni Yunanistanda yerləşir. Panteon isə harada yerləşir? Romada. Antik Romaya aiddir. Panteonda isə Roma tanrılarının heykəlləri var. Tamam, bunun haqqında da məlumatımız oldu. Davam edək.
Uşaqlar, bir məsələ də var, bunu vurğulayaq. Yunanların heykəltaraşlıq məsələsi var, Romalıların heykəltaraşlıq məsələsi. Bunlar bir-biri ilə müqayisə edirlər və deyirlər ki, Romalılar heykəltaraşlıqda öz sələfləri, yəni Yunanları ötüb keçiblər. Səbəbi Romalılar heykəli insanı təsvir edən zaman heykəltaraşlıqda onu daha belə təbii şəkildə, onu belə daha canlı, onun iç xarakterini açıb göstərən bir şəkildə təsvir edə bilirdilər. Yunanlılar hansı tikinti materialını kəşf eləmişdi? Kiremiti. Bəs Romalılar isə daha böyük tikililəri inşa eləməkdən, amfiteatrları, Kolizey amfiteatrını, Panteonu inşa eləməkdən ötəri betonu ixtira ediblər. Yadda saxladıq. Betonun ixtirası Roma tarixinə aiddir. Tamam, davam edək. Panteondan danışdıq, Kolizey amfiteatrından danışdıq, Trayan sütunları. Romalılarda belə bir şey var. Qalib gələn hökmdarın şərəfinə və yaxud sərkərdənin şərəfinə sütunlar filan belə deyək ki, düzəldilirdi düzünə və Trayanın Dunay xalqları üzərindəki qələbəsinin şərəfinə Trayan sütunları Romada inşa olunubdur və bu Trayan sütunlarının fərqli cəhəti nədir? Həmən Trayan sütununun üzərində Trayanın heykəli var və həmçinin də həmən sütunun üzərində qabarıq təsvirlər, Trayanın döyüş səhnələri, döyüşdə necə qalib gəlməsi. Bunun barədə relyef nə deməkdir? Heykəltaraşlıqda relyef qabarıq təsvirlər, bu qayanın üzərindəki o qabarıq çıxıntılar, təsvirlər deməkdir. Həmən o relyefdə biz dedik ki, Trayanın qalib gəlməsi, Trayanın döyüş səhnələri filan təsvir olunub. Bunları da yadda saxlayaq. Tamam, Panteondan, Kolizey amfiteatrından, Trayan sütunundan danışdıq. Zəfər tağları haqqında danışaq. Romalılar da hökmdarların qələbə qazanmasının şərəfinə həmçinin zəfər tağları da inşa olunurdu. Yunan-Roma memarlığı arasında bir fərqliliyi də meydana çıxaraq, Yunanlılar əsasən memarlıqda Dorik, İonik, Konif üsullarından istifadə edir. Romalılar isə daha çox belə deyək, tağ, sütunlar, triumflar, belə deyək, günbəsli tikililər, bu tip çardaqlı tikililərdən istifadə edirlər. Bu Yunanlılarla Romanın memarlıq abidələrindəki əsas fərqdir. Yunanlıları yadda saxlamaq asan. Dorik, İonik, Konif. Görürsünüz, üçü də belə deyək ki, qafiyəlidir. Qalan digərləri isə hansı xalqa aiddir? Roma xalqının memarlıq üsullarına aiddir. Bunları da yadda saxlayaq. Tamam, bir şey deməmişəm. Sirk. Sirk meydanı isə nədir? Cıdır meydanı. Burada əsasən at yarışları həyata keçirilirdi. Böyük bir ərazini əhatə edir və burada atları belə deyək, qaçırdaraq at araba oyunları həyata keçirilirdi. Beləliklə yekunlaşdıqmı? Yekunlaşdıq. Dərsimiz bu qədər idi yoldaşlar. Roma imperatorları haqqında danışdıq. Romada imperiya dövrü, vətəndaş müharibəsi və mədəniyyət haqqında danışdıq. Ümid edirəm ki, sizin üçün faydalı oldu müəyyən qədər və dərsliklərinizdən də istifadə edərək mövzunu daha da üzərində işləyin, möhkəmləndirin. Tamam. Hər birinizə uğurlar. Sağ olun. Gələn dərs saatlarımızda görüşək.